Mən yeganə siyasət adamı olmuşam ki, cəbhənin hakimiyyətini, xainlərin hakimiyyəti saymışam, rəsmi şəkildə qəbul eləməmişəm. Mən Respublikada yeganə siyasət adamı olmuşam ki, cəbhən xəyanətdə 20 yanvar qanunlarımızın üstündə gedib deputat seçilib, KGB ilə, Moskva ilə alver edib vəzifələrə gəldilər və elə başa düşdülər ki, o vəzifələrə gələndən sonra da bizi məhv edəcəklər. Pənah Hüseynov da bəli bizi o günləri qızışdı, dedi ki, biz səni də etibarı da hamımızı məhv edəcəkdik, hamımızı öldürəcəkdik, sizin qanınızın arasına sürət girdi. Bəli, ağılları da, səviyyələri də, şəxsiyyətləri də ona çatıbdır ki, və bu günlərdə bu Dadaş Rzayevi deyir ki, KGB də bunları peşvə kimi oynatdı, qoydu ora, 70 illik cinayətlər yığdı bunların boynuna, nifrət edərsə, bu günlərdə Pənah Hüseynovu göstərirlər, İlham bu hakimiyyəti möhkəmləndirlər. Millət Pənah Hüseynovun sifətinə baxanda bu hakimiyyəti qəbul edir.